Qəbul etməsə İranın bu qarşıdurmanı davam etdirəcək. Məsələn, en azından hava hücumundan müdafiə sistemlərini görürük. Yəni, bu hava hücum əməliyyatları həyata keçirilir. Yetərli sayda deyil. Yox, hava hücumundan müdafiə sistemi çox pis vəziyyətdədir İranın. Yəni ki, faktiki olaraq İranın hava məkanına az qala İsrail qırıcıları Trampdan açıqlama gəlir hazırda ki, İranın hava məkanına biz nəzarət edirik. Nəzarət edib, bəli, həqiqətən də elədir. Yəni ki, bu onlar qoruya bilmirlər. Amma onu etiraf etmirlər axı. Hələ də o qürur göstərirlər ki, biz vuruşa bilərik. İsrail çox kiçikdir ərazisinə görə. İran çox nəhəngdir, yəni ki, böyükdür. Qat-qat böyükdür. Bu qat-qat böyükdə İsrail də yetərli deyil ki, öz gücü ilə sona qədər vursun. Son 5 gündə 340-dan çox ballistik raket belə də ki, atıbdır. 101, 140 da dünən gecə atıbdır. Bu gecə də nəsə atacaqdır. Bunu da bir 2000 dənə var, yəni ki, hələ ki, belə deyək ki, ehtiyatda. Bunu nə qədər atacaqdırsa, İsraildə belə deyək ki, daha kəskin silahlar ata bilər və nəhayət Amerika Birləşmiş Ştatları artıq birbaşa şəkildə qoşula bilər. Bax, onda fəlakət onda olacaq. İran üçün fəlakət onda olacaq. Ki, birbaşa, siz görürsünüz, hər dəfə Hörmüz körfüzündən danışanda İran hədəliyir, amma addım atmır. Çünki bilir ki, Hörmüz körfüzündə bağlayarsa artıq Amerikanın əlində bəhanə olacaqdır bu. Çünki ərəb ölkələrindən gələn neftin bilirik də, dünya neftinin 20% oradan keçir.